gün Əfqanistana doğru hərəkət edirik. Mənim kupamı gördün də buna Məlahət xala qoymaq istəyirəm bunu. Çaşma. Tacikistan Əfqanistan sərhəddi. Səfərdə belə şeylər oldu. Bizi Əfqanistandan buraxmırlar. Əfqanistandan, Tacikistandan keçə bilmədik. Özbəkistandan keçməyi deneyəcəyik. Keçdə Rüfət. Yenə düşdük gecəyə, yenə Damodrom yollar. Telefon düşdü. Qədim Termə şəhərinin İslamdan sonraki hissəsindəyik. Səadətə çatmış sultanların məkanı. Gez arası, Kaspin boyunda. Bəli. Qədim Termə şəhərinin giriş qapısı qarşısındayıq. Əfqanistanın Özbəkistandakı əmirliyinə gedirik. İşıqlar işləmir. Amma sağı buraxırlar. Bu gözlənilən idi. Heç də təəccüblənmədim. Ümumiyyətlə, şərqdə xüsusi bir sürüş tərzi var. Və bu çox sadə bir şeydir. Kim böyükdür, o düzdür. Kim böyükdür, yol onundur. Kim böyükdür, pravodur. Və sonra, yəni, çox sadə. Sağ, sol, fərq yox. Yəni, qoşaq xət, filan, mən baxıram ki, adam özü də belə olur, get-gedə. Yəni, doğrudan da mühitdən çox şey asılır. Görürəm ki, hamı qoşaq xətti istədiyi yerdə keçir. Hamı, yəni, istədiyi kimi sürür. Düzdür, polislər də var, saxlayırlar, edirlər, yəni, cərməliyirlər, yazırlar. Amma yenə də buna rəğmən var. Yəni, məcbur, burada qayda qanunla sürmək olmur. Yəni, burada qayda ilə sürmək daha təhlükəlidir. Nəinki bunların öz qaydaları ilə. Yəni, daha yaxşı olar ki, siz burada bunların qaydaları ilə sürəsiz. Və o zaman işlər təhlükəsiz olacaq. Yol təhlükəsiz olacaq. Məsələn, bu yük maşını sağına gedə bilməz. Və getmək də istəmir. Onun sağdan keçməyə də risk eləmək istəmirəm. Gəlib Duşanbədə ölmək istəmirəm. Baxın, mən furan altında, tırın altında. Yəni, bu adam vecinə deyildi, yəni ki. Nəsə dedi qardaş qabaqda. Xalid, necəsiz? Necəsiz? Vışı? Vəziyyət? Bu yenisidir abi, yenisidir bu. Mənim kupamı gördün də abi. Təzəsi. Sırf tazikdir bu. Düz əvvəlki daha qəşəng idi bundan, amma nə bilim. Təzarbat almışam. Bu baba belə yeməkdən düşən xalı olur, amma belə necə belə əsirmi. Ay Allah, deneyim də abi. Olan bu variant yox idi, olan bu idi, bunu götürdüm. Bu hərdən bir danışırım da beləcə. O İzgoy filmi, yadıma düşdü filmin adı İzgoy'dur. Tom Hanks oynayır, Mr. Wilson. Buna adı qoymamışam ya amma ya. Burada şey adı nədir? Bu yox, xala adı qoymalıyım. Buna Məlahət xala qoymaq istəyirəm onu. Məlahət xala. Məlahət xala ilə birlikdə yolumuzu davam edirik. Görə bunu harada uğurlayacaqlar.
Kimsə uğurlasa Əfqanistandan alaram. Amma Əfqanistanda kukla olmaz. Əfqanistanda olmaz bu. Hərdən bir adam yolda gedəndə söhbət edirsən, desən ki, Məlahət xala, necədir? Salamatçılıqdır, vəziyyət necədir? Yol yormur səni. Verənçi Mr. Wilson kimi, Tom Hanks kimi yolda danışa-danışa darıxmamaq üçün gedirik. Ay Allah. Amma gözüm qaldı o qırğız kuklasında, qırğız qızında. O geçen gün. Şimdi buranın düz gedirik də, yəni aralara girə bilərik də, bacardıq qədər. Amma mən bu maşın yanından bu araya girmək istəmərəm də. Çünki mən sağdakı heyf, bu soldakine biraz ürəkləmirəm ki, sürtərəm. Minəmidi, yəni risk eləməyim. Çıxa-çıxda sən ol. Yo, elə şey olmaz. Yəni bir motosikletçiyə bunlar nə badə yol verərlər. Yəni belə səhv eləmək olmaz. Hərə öz yerin bilməlidir. Bu cəngəllikdə hərə öz yerin bilməlidir. Kim balacadırsa o əzilməlidir. O ən axırıncı adam olmalıdır. Bu yolda ən axırıncı adam bizik. Nəyə görə? Yəni eşşəklər bu yolda hətta hörmətlidir. Çünki eşşək yolun üstə dayanır və hamı ona yol verir. Mən qorxum ki, bu sağdan keçsin bunu. Bu eşşəyə hamı yol verir. Ama bize hiç kim yol vermiyor. Dünya alem vecnedir. Bura protivdi bura. Magistralda. Müəllimlərə salam verir, şirinlik eləyək. У нас в Баку пистолетчиков даем джеки и все. Серьезно? Да. Все. No, əsr şərq də bura, əsr şərq. Çok sol deme diyor, yadan çıktı. Спасибо за узюм. Günün altına qalma olmur, yanıram. Tabii ver kusar da bunu da. Zalim. Müəllim, bilirəm, yirisən, cüssəlisən. Amma və lakin. Əfqanistan sərhədinə çox az qalıb. Yaxınlaşırıq birinci Tacikistan sərhəddən keçirik, sonra Əfqanistan. Tacikistan buraxılış məntəqəsindən çıxıb keçirik Əfqanistana. Görək orada bizə viza verəcəklər, yerində ya yox. Problem bir də odur ki, bu Məlahət xalanı başacaq necə salacaq Əfqanistana.
Bakalım buraxacaqlar yoxsa yox. Salam aleykum. В Афганистан так? Tacikistan-Afqanistan sərhədi. Gəldik çıxdı nahar fasiləsinə. Saat 2-yə işləyirdi. Dedilər ki, dostlar nahardayıq. Nahardan sonra gələrsə deyək ki, bir saat biz özümüz də yemək yeyək gələk. Dedilər ki, yox, 2-də yox. 3-də gələrsiz baxarıq. Yəni mən belə başladım ki, 3-4 arasına kimi nahardır. Ora şərqdir. Yəni burada dəqiqlik yoxdur belə. Şərq abu-havasındadır burası. Hava istidir, 38 dərəcə istilik var, yanır yer-göy, yer-göy yanır. Ətrafda bu arkada bir çay evi var, çay verirlər, dükan var. Məhəbbət nədir? Söhbət. Gözləyirik. Yəni mən elə bildim ki, biraz sərinləri düşünsəm. Təsəvvür edirəm, burada avqust ayında nə istilər olur. Yəni yəqin ki, bir 50 dərəcə olur. Beləcə, dostlar, gözünüz bizdə, dualarınız bizimlə, yolumuz davam edir. Sərhəd keçid məntəqəsinin adı Şirxandır, belə qəşəng adı var, belə ləzzət edir. Yəni adın zaftası var. Adın belə sərhəd keçidində adının üstündə belə əzəmət var, belə qüdrət var, belə Şirxan. Ey müəllim, saçkaları yedin. Hər şey yaxşıdır. Səninki də bir gün olmadı. Get bir kafedən, restorandan tabi özü ver ora. Gəlmirsən sərhəddə. Beləcə, dostlar. Oturmuşuq stulumuzda. Stulumuzda. Farizin stulunu götürmüşəm. Belə. Suyun belə bir adı var, çaşma. Yəni ağıllı olun. Əslində çeşmə deməkdir, həqiqətən çeşmədir. Çaşmayın uşaqlar. Vaxt öldürürük ki, bizi buraxsınlar, qarşıda Əfqanistandır. Üzümüz Gündüz şəhərinə doğrudur. Göydən zəhrimar yağır, zəhrimar. Həlo yağır göydən, həlo. Səfərdə belə şeylər olur. Anlarsın. Ama da oluyor sen şu. Bir dənə mən bilmirəm, yeməyim. Alma həzmə xeyirdir. Ye. Hayır, yaddan çıkıp burada. Madam bu telefonda değil. Ama Ama doğru yaddan çıkıp. Ha. Zabul. görsən bizi kobud saat ay. Все. İstəyəcək səndən. Ona hava dedin, zabuşdu. Gözləyirik. Bizədir bu. Ha. O bu yer burada. Bu Bekə burada yanma. Bu normal külə söykədə bura. Mən oturanda sən yox idin da. Asiyada, Avropada bir dənə sən bir dənə. Burada Nəfəs xanımın mahnıları. Bir də Üzeyir bəy mahnıları çox Üzeyir yox idi güzəldir. orada ağlar. Üzeyir yox idi. Nəfəs ancaq. Yox, orada demirəm, ümumiyyətlə deyirəm. Coğrafiya. Ümumiyyətcə, hə, zaman. Çox qulaq asır. Sevirlər də, bizim mahnıları sevirlər. Hələ keçməmişik. Oturmuşuq, gözləyirik. Çəkiliş edirəm, burada da olmaz çəkiliş edirəm. Bura. Ayetim günündeyiz burada. Yüzümüze bakan yok. Pariz'le Namik gediblər razıyetdir. İndi iş orasındadır ki, Duşanbədə konsulluk yoxdur. Yəni orada vizanı almaq mümkün deyil. Özü proqram özü deyir ki, münasibət yaxşı deyildi ya. Arası heç bir diplomatik atnaşenyaları yoxdur. Ona görə indi bunlar gediblər razıyetdir. Bəlkə yerində vizanı verdilər. Əfqan tərəfi. Yox, əgər vermədilər, verməsələr. Bu qayıtmalıyıq.
Tarazlı. Tirmiz, Özbekistan'ın sərhədi. Tirmizdir. Qardaşı Özbəkistana getməli. Oradan vizanı alıp geçməli Afganistan tərəfə. Qardaşı konservi. Özünüzdən müğayət olun. Demək sərhəddəyik və bizi Afqanistandan buraxmırlar. Buraxmırlar deyəndə ki, viza verə bilərlər yerində Azərbaycana, amma sistemləri işləmir. Bizə Tacik tərəfi dedi ki, keçməyin, onların sistemləri işləmir. Biz dedik ki, yox, keçib yoxlamaq istəyirik. Biz keçdik qarşı tərəfə. Bizi çox gözəl qarşıladılar. Yəni dedi Azərbaycanca, o super, əla, başladı türkçə danışmaq bizi ilə. Və amma dedilər ki, bizim sistem işləmir. Əgər sizin pasportda viza yoxdursa, biz sizə viza verə bilmərik, əfsuslar olsun. Odur ki, ya getməlisiniz Duşanbəyə geriyə oradan almalısınız, ya da ki, Özbəkistanda Termiz şəhəri var, sərhəddə, ora getməlisiniz. Yəni belə gözlənilməz oldu. Sistemləri işləsəydi yerində viza ala bilərdik. Amma ki, bir həftədə işləmir sistemlər, bir həftədə. Yəni, mən əminəm ki, sabah da işləməyəcək onların sistemləri. 99 işləməyəcək sistemləri. Odur ki, belə bilmirəm, seçim qarşısında. Ya Duşanbəyə getmək, Duşanbədə dəqiq ünvanı bilmirik. Adamın üç nömrəsini bilir, adam getdi, nömrəsini verdi o bizə. Yəni belə, bu arada onu deyim ki, Əfqanlar türkçə danışırdı bizimlə. Dedim, türkçə hardan bilirsən? Dedi ki, seriallardan, filmlərdən, yəni bədii təbliğat, ən güclü təbliğatdır doğrudan. Beləcə, biraz kameranı aşağıdan tutmuşam, çünki burası sərhəddir, burada çəkiliş eləmək olmaz. Tacik-Əfqan sərhədidir, burada həssas anlar var. Həssas anlar var və bir-birlərinə qarşı biz ehtiyatlı davranırlar. Çünki aralarında müəyyən bir konflikt hiss olunmaqdadır. Odur ki, dostlar, yəqin ki Termizə gedərik. Başqa variant yoxdur. Yol görmürəm ümumiyyətlə, gedirəm də burası, yaşayıb. Keç də Rüfət, keç də zəndə, bu da qazarlı işdir. Keçənə kimi. Silkəliyir ha, beləcək. Tacikistan, Özbəkistan sərhədinə yaxın bir yerdir. 2 saatlıq, 3 saatlıq bir yol qalıb. Belə bir adını bilmədiyimiz yerdir. Gəldik burada biraz dinlənək, dincələk. Keçirik Özbəkistana. Əfqanistana, Tacikistandan keçə bilmədik. Özbəkistandan keçməyi denəyəcəyik. Belə bir dadsız və duzsuz yemək yiyəndən sonra. Sen hem üzüleceğiz. Necə? Hem üzüleceğiz. Nəy? Peki Afganistan Olmaz. ama yok gidebilir. Afganistan olmaz. Biz de böyle vakit acaba. Biz indi yorulmuşuq. Ona görə də istəmirik məncə. Yok yorulmanın da meselesi değil aslında. Faydalı ben de hepsini dedi. %100 isteyirik. O vakit belki dediler ama Yox, belə deyim. son kararda belediye yok. Öyle girmek lazım. Çünkü öyle girmeseydik. Əslində məndə də o his var. Çünki belə bizi nə istəyirsən? Peki girməyə gəl Özbəkistana gəzək çıxaq. Mərkəzi Asiya bitsin. Amma ki mənə elə gəlir ki biz bunu eləməsək sonra özümüzü bağışlaya bilməyəcəyik. Ən azından Kabula getmək lazımdır. Böyle gitmek lazım. Çünki kökləməyin sözdə ki, çünki məncə bura kim gəlmişiksə mütləq getmək lazımdır. Amma o variant var, yəni alınmasa getməyəcəyik o heç.
yani. Ben başka yol yok. Alınmaz. 3 yolu gözüsem alınmazsa özü basılmadı. 3 gün gözlədik ki, konsul işə çıxsın, bizim bizə baxsın, bizim müraciətə Ben baxsın. gitmesem bir şey gidelim ki. Valla bir de geç. Məncə də, yəni Deməcə gedə bilərəm, samolyotla, amma eləməyəcəm, ondan birində eləməyəcəm, demək ki yox. Amma bura kim gəlmişiksə gərək gedək. Tacikistanda adım bilmədiyimiz şəhərdən çıxırıq. Yine düştük geceye yine. Dambadrom yollar. Ay Allah. Ben özün köpeği oldum. 3 saat yarımlık yolumuz var. Dere-tepe yollar var. Beyinde belə bir sual formalaşır ki, bəlkə Əfqanistana getməyək. Hiss edirəm ki, hamı istəyir ki, getməyək bəlkə Əfqanistana, girək Özbəkistana, oradan qaydaq. Amma sizə deyim ki, mən getməsəm Əfqanistan özüm bağışlamayacağım bunu. Özümə bağışlamayacağım çünki mən başqa vaxt gedəcəm Əfqanistana. Özü də belə, motosikletlə. Ona görə də inşallah Əfqanistana geçməkdə, Əfqanistan vizasını almaqda, pasportunda Əfqanistan vizası olmalıdır. Bilmirəm, telefon düşdü. Bayaqdan sadalar ki, bıçaq getdi, o getdi, telefon getdi. İtirdiyimə görə danışmayasan da. Ay, bayaqdan Rüfət danışırdı ki, bəs nə bilim bıçağı itirdim, sonra nəysə kameranı itirib. Telefon düşdü dedi, amma Rüfət danışmadı. Olan şey. Mən özüm 1500 manatlıq kameranın linzasını çaqqadan sındırdım. Bayaq kameranın üstüne düşdü. Gözləyirik gəlsin. Abi ola bilər ki, amma viza verməsinlər abi bizə, hər şey olur. Deyərlər ki, yox, negatifə görə düşünmürəm. Birdən ola bilər ki, o konsulluq ancaq Özbəkistan üçün çalışsın.
gedirik ya biz. Ha, böyle xırda bir şey değil. Bu qəfil dərin. Ha. Yo, mən qorxuram. Təkər diski vurub əzəri, sındırar əzər. Ha. Görən Rüfət necədir? Sağalıb. Ne oldu? Ne derim onu? Aha. Şey. Bizi de sağlayın. Mən Tacikistan, Özbekistan sərhədində. Bizi bırakmırlar Özbekistana. Namiq də aclıq aksiyası keçirir. Ulduzları, olmayan ulduzları seyredir. Bizim motorlarımız. Sürprizlər davam edir. İndi bizi Tacikistan sərhədi buraxmır. Gülməli deyil. Gəlmişik sərhədə. Deyir ki, sənədlər düzgün deyil. Sənədlər qeyri-qanuni. Deyirəm, ay kişi, sizin gömrükçü verib, ölkəyə girəndə sizin gömrükçü bu sənədi verib bizə. Deyir, yox, bu qeyri-qanunidir, onlar bunu belə eləməliydilər. Dedim, qardaş, bu sizin probleminizdir, öz aranızda danışın, həll edin. Sadəcə belə vaxt itirik. Oturmuşuq burada belə. Sadəcə bir vaxt itirik. Beləcə dostlar, indi biz Termiz şəhərindəyik, konsulluğa gəlirik ki, müraciət edək ki, əzizlərim, bizə viza verəsiniz. Konsulluq 5-ci gündür, 5-ci gün işləmirdi. 5-ci gündən sonra 6-cı gün gəlir, 5-ci gündən sonra 6-cı gün adam işləyər bəyəm, biraz dincələk. Bazar gündəki Özbəkistanda dövlət qurumları işləmir, yəni bazar gündə elə bir yerdə qarışdırıq, qəşəng 6-cı gün, 5-ci gün bir yerdə 3 gün, 1-ci gün gələrsiniz. Birinci gün sizin vizalara baxarıq. Viza da ucuz deyil, o sizə deyim. Yəni, gec standart verilən viza $80-dur. Əgər təcili istəyirsə $130, $135 pul verməlisiniz. Və onu da qeyd edir ki, mən mikrofonumu itirmişəm. Bilməm, itirmişəm, oğurlayıblar, heç kim haqqında girmək istəmirəm. Bilməm, necə oldu, necə baş verib bu. Amma yoxdur və ona görə məcbur yenisini sifariş eləmişəm ki, sabaha mənə çatdırsınlar onu, çünki mikrofonsuz heç cür mümkün deyil. Beləcə dostlar. Çıxaq qədim Termiz şəhərini gəzməyə. Onu da deyim, biləsiniz ki, Termiz şəhəri Özbəkistanın ən isti şəhəri, ən isti. Burada istilik, temperatur 60 dərəcəyə qədər arta bilir. Sonra görə şəhərdə nə var, nə yox dostlar, şəhəri sizə göstərim. Demək, qəsəbənin ən məşhur restoranlarından biriyim. Aurora restoranı. Arxa tərəfdə port var. Şəhər Amudərya çayının sahilində yerləşir. Məşhur Amudərya. Tarix dərsində işləmişik Amudərya və Sırdərya. Çay, su həyat mənbəyidir. Ona görə də minilliklər də burada insan məskənləri olub. Çay ətrafında və bu torpaqlar Amudərya çayı üzərindəki insan məskənləri ənlərdəndir, ən qədimlərdəndir. Bildiyimiz Sərhəd qəsəbəsidir. Bu Termiz şəhəri
Əfqanistan müharibəsi zamanında aktiv istifadə edilən hərbi təyinatlı şəhər idi. Yəni bütün hərbi yüklər Sovet ərazisindən bu şəhərdən daxil olurdu Əfqanistana. Yəni, Amudərya çayının əks sahili Əfqanistandır. Biraz qabaqda Məzar Şərif şəhəridir. Yəni bura hərbiçilər, indi isə sərhədçilərin aktiv məskunlaşdığı şəhərdir. Aeroport var burada, hərbi təyinatlı yüklərin sürətli çatdırılması və s. Və şəhər özü qədim şəhərdir, çox qədim şəhərdir. İslamdan öncə, Budizm, eramızdan əvvəl 1000-ci illiklər. Yolları çox gözəldir. Baxmayaraq ki, sərhəddən, mərkəzdən uzaqdadır şəhər. Yolu çox gözəl, geniş, səliqəli, işıq forları çalışır. Təmiz şəhər. Sizə deyim, amma otellərin qiyməti burada elə də ucuz deyil. Yetəri qədər bahadır. Ha, gördüm yazıda, görsən. Burada sağ ayrıca açıq var. Hər yerdə yoxdur, amma belə işıqfordan əlavə belə sağa dönmək olar işarələri var ki, yəni boşdursa yola ver. Bura mərkəz küçələrindən biridir. Əsas küçəsi dedim olar. Life City Termiz. Oho, ticarət mərkəzi. Burada artıq Google Maps işləmir. Amma yaxındır, ora keçməliyik. Oradan keçək. Ora necə keçək? Fəridə göstərmir. Bunu da alacaq, Rüfət. Gəl alacaq. Qardaş bizə yolu göstərəcək inşallah. Nə geçən həyət evləri var bunların, səliqəli, səhmanlı. Hasar da yoxdur uşaqlar. Bayaqdan da fikir verək ki, hasar yoxdur. Yedinci əsrdə isə bu şəhərə İslam gəlir. İslamın gəlişi isə əlbəttə ki, bu şəhər üçün
daha başqa töhfələr verməyə başlayır. Yeni İslam alimləri ortaya çıxır. Və nəinki bu şəhər üçün, ümumiyyətlə bu coğrafiya üçün İslamın gəlişi gələcəkdə yeni İslam alimləri, nəinki dini alimlər, nəinki İslam alimlərindən söhbət gedir, gələcəkdə fərqli sahələrə töhfə verəcək, tibb olsun, cəbr olsun, riyaziyyat olsun, astronomiya olsun, fəlsəfə olsun, hüquq olsun, ədəbiyyat olsun, təməl elmlər üçün gələcəkdə istifadə oluna biləcək elmlərin fundamentinə dəstək olacaq bir din gəlir bu coğrafiyaya. Və günü bugün də Termiz şəhəri öz inkişafında, öz kök ənənələrinə sadiq qalaraq inkişaf mərhələsindədir, yenə də inkişaf edir. Sərhəd şəhərdir və sərhəddə vacib şəhərlərdən biridir Özbəkistan üçün. Qədim Termiz şəhərinin İslamdan sonraki hissəsindəyik və bu müasir şəhərdən biraz kənardadır. Köhnə şəhərin qalıqları var ətrafda. Selamünaleyküm. Aleykümselam. Nereden geldiniz? Azərbaycandan. Azerbaycan'dan mı? Ha, kardeşlerimiz. Özbekistan'dan biz. Çok Çox güzel. şad olun sizi görməyə. Azerbaycan nereden? Baku'dan mı? Bakıdan, paytaxtdan Baku. gəldik. Paytaxtdan. Sizde var mıdır? Kim? Kızlar makbarası. Qızlar məqbərəsi. Ha. Qız qalası. Kız halası. Kaspin boyunda. Bəli, qız qalası var orada. Anda 10 gün yaşadım. Səadətə çatmış sultanların məkanı, şəhidlərin məkanı. Sultanlar kim? Resulullah Aleyhisselam avladları. Avlad Resulullah, o da sultanlar. Bu naxışın mənası bilinmir. Qarang dedim bana. Dushanbe, seshanbe, chorshanbe, payshanbe, juma, shanbe, bozor. Həftənin günləri. Bu mana hay ana. Bunlar 9-cu Mana şu əsrin. 9. asır. Aytyapti ki biz deyapti. Bunu qurganlar aytyapti. O'sha 9. asrda İsmail Samoniylar aytyapti. Aha. Biz qurganda mana shunaqa buddalik bor edi. Buddalik bor edi. Mana otashparastlik bor edi. Mana quyoshga sig'inish bor edi. Üzərində Odamlar butga sig'inardi. fərqli dinlər, Hamma narsalarni ko'rsatib, mana shu biz davrimizda mana shunaqangi dil mavjud dedi. 9-asr. Bu orijinal özüdür. Original o'zi. Səfərin özəlliyi budur da. Səfərin özəlliyi Görürsən, Ləzzətli bizdə budur. də başqa cür gəlib Hə, qəbul. Səfərin özəlliyi də budur. Planımız biz oldu. Diqqətimi nə çəkdi dostlar? Burada belə bir sütunlar var.
Bu sütunlar hər biri ağac işləmələridir. O dövrdə ağac çox bahalı bir material sayılıb, bahalı bir aksesuar sayılıb. Yəni ağac işləməsindən sütunları düzəltmək hər adamın işi deyildi. Yəni hər adamın pulu çatmırdı onu eləməyə və hər sənətkar da bunu işləmirdi. Gözəl əsl sənət əsəridir. Gözəl əl işləməsidir. Dostlar, qədim Termiz şəhərinə xoş gəlmişsiniz sözləri bax, məhz burada eşidilirdi. Bu qala divarları, bu giriş qapısı yanında. Orta əsrlərin ruhunu özündə əks elətdirən şərq stilində olan qala divarı və qapılar. Çox gözəldir, çox möhtəşəmdir. Selamun aleyküm, zəhərmişsizlər. Böyük İslam alimlərindən biri Hakim Ət-Tirmizinin məzarı. Bu şəhərdə yaşamış və öz əl işlərini, beyin işlərini, beyin məhsulunu bu şəhərdə ortaya gətirmişdi, gəlişdirmişdi. Termiz şəhərinin adının çox maraqlı və məntiqi bir mənası var. Tərcümədə çaydan keçid, çay keçidi, keçid mənasını verir və bu da çox məntiqidir. Çünki şəhər özü Amudərya çayının sahilində yerləşir. Əks tərəfdə isə Əfqanistandır və bu çay keçidi adını yerləşdiyi coğrafiyadan irəli gələrək də qazanmışdır. 2500 il yaşı olan şəhərin tarixində Budizmin çox böyük izləri var və hal-hazırda olduğum arxeoloji muzeydə də Budizmlə əlaqəli olan artefaktlar, arxeoloji qazıntılar və tapıntılar sonsuzdur və deyirlər ki, bura mərkəz olub, hətta o qədər güclü bir mərkəz olub ki, bura öz Budizmin cəryanları ilə, dini gücü ilə təsirləri Hindistana hətta təsir edə bilirmiş. Yedinci əsrə qədər bu coğrafiyada Budizm güclü rol oynayır və buradakı tapılan artefaktlar da hamısı o dövrü göstərən tapıntılardır. Maraqlı bir şəkil var burada. Kaindir, əlində uşağı tutub və yuxarı qaldırır, ona şəfa diləyir Allahlardan, onun sağalmasını diləyir və onun belə bir rəsmi var. Termiz şəhərinin adının mənasını vizual rəsm üzərində də görə bilərik. Tarixi qədimi keçmiş şəhər, Termiz, Teramaid təqribən belə tərcümə olunur. Yəni çayla keçid, çay keçidi, keçid mənasını verir. Və qədimi Termiz şəhəri karvan gəlib burada yerləşirlər. Amudərya çayı, gəmi, hansı ki əks tərəfə, Əfqanistan tərəfə keçəcəklər və belə bir strateji, ticari, hərbi mövqeyi olan şəhərdir. Qədimdən bu formada yaranmışdır. Əvvəllər
ana təbiətin verdiyi çay, içmək üçün su, dağ şərait yaratdı ki, insanlar burada məskən salsınlar. Dağlarda gizlənə bilsinlər, sularda istifadə edə bilsinlər və növbəti inkişaf mərhələsində isə bu şəhər üçün budizm çox önəmli bir rol oynadı və budizmin bura verdiyi güc, böyük insan axınları nəticəsində şəhər daha da böyüdü, şəhər daha da inkişaf elədi. Əlbəttə ki, inkişaf etdikdən sonra isə bu kimləri cəlb elədi? Böyük şəhərlər, ticarət yolları, strateji yerlər, məskənlər cəlb elədi bura fatihləri. Daha sonra isə bura fatihlər gəldilər ki, bu strateji vacib olan regionu ələ keçirsinlər və o cümlədən də Makedoniyalı İskəndər də bura gəlmiş, buradan keçmiş və buradan öz istəyini almışdı. Daha sonralar isə əlbəttə ki, Əfqanistan müharibəsi zamanında sərhəd zon olduğu üçün Sovet öz ordusunu burada cəmləyirdi, buradan Əfqanistana keçid başlayırdı. Tam bu hissədən Əfqanistana gedirdi hərbi yüklər, insan resursları və s. və s. Günü bugün Termiz yaşayır, Termiz böyüyür, Termiz inkişaf edir. Amma ki, onun tarixində bəşər tarixinin bəlkə də yaradılışından indiyənə kimi hər bir damcısı, hər bir addımı hiss olunmaqdadır. Ta yaradılışdan, ibtidai icma quruluşundan başlayaraq ta müasir dövrə qədər. Burada gözəl suvenirlər var. Termizlə əlaqədar mən ancaq bu suveniri almaq istəyirəm. Yəni, Şaxtacan buradan gəlib, biləsiniz. Konsulluğa gedəcəyik, bütün vergiləri ödəmişik. Vergilər nədən ibarətdir? $30 bir vizanın puludur, $130 da motosikletin puludur və 60 yerli özbək somudakı xidmət haqqıdır. Bu çekləri götürüb, ödəniş çeklərini götürüb gedirik konsulluğa. Konsulluqda burada əmirlik deyilir. Əfqanistanın Özbəkistandakı əmirliyinə gedirik və əmirliyə bu ödənişləri təqdim edəndən sonra bizə gün ərzində viza verəcəklər inşallah. Demək, Əfqanistan vizamızı aldıq. Özdə özəlliyi nədir bu burada? Burada imza çəkmirsən, barmaq izi. Barmaq izini basırsan imza əvəzinə. Beləcə, Əfqanistan vizamız hazır. Yolumuz Muzari Şərif inşallah. Demək, vizamızı aldıq, şükürlər olsun. Gelirik Əfqanistana. Tekerle yazılır yolun dastanı, uzak gören bakışla seçirem manı. Küley kulağımda pıçıldayır sırrı, azadlıkla dolur her döngeni.